Salam. Bugün sizlərə Nokia router üçün 5G-nin açılmasını göstərəcəm. 5 GHz necə açılır? Deməli, bu 192.168.1.254 IPC üçün Nokia router üçündür. Deməli, username admin Japon yazırıq. Şifrə isə sizə indi göstərəcəm şifrəni. Şifrə isə budur. Deməli, şifrəmizi loginimizi yazırıq. Giriş. Belə bir səhifə açılır. Buradan network'a giririk. Bu bizim 2.4 GHz olan Wi-Fi'mizdir. Bu da bizim 5 GHz olan Wi-Fi'mizdir. Biz bunu aktive edəcəyik. Və sizə göstərdiyim nastroykaları yazısınız. Sadəcə adları və şifrəni fərqli yazırsınız. Burada şifrəni qeyd edirsiniz. Burada Wi-Fi'nin adını. Sonra da save edirsiniz buradan. Və 5 GB açılır.